O günlərdə kanalımın statistikasına baxıram. İzləyicilərimin ən çox baxdığı kanallara baxırdım. Gördüm ki, ilk 2 kanalı orada birinci yerdədir. Yəni bu deməkdir ki, yəni kanalıma baxanların demək olar ki, hamısı onları tanıyır və onları sevir. Niyə indi bu qədər çox sevdiyinizi başa düşdüm. Keçən videoda demişdim ki, 2000 like atsanız bunun davam gələcək və atdınız. Mən də davamını çəkirəm. Söz verdiyim kimi, dediyim kimi. Başlayaq. Cürəyələr bu gün İlkin və İlkanə bizim üçün necə videolar hazırlayıb getdik. Qızıl balıq tutmuşam, bütün arzularımı Onda reallaşdırdım. sən kredit falan götürmüşdün. Niyə? Biz təzə tanış olduq. Gəzmələr, tozmalar, həftə 8-9 hədiyyə almaq falan. İndi heç nə yoxdur. Səfalət içindəyik. Durmadan bir kredit ödəyirik. Durmadan bir borclanırıq. Niyə o vaxt mənə hədiyyə alınırdı? İndi Balıq alınmır. sualı. Sən balıq tuta bilirsən? Yox. Balığı bilsən necə tutulur? Yox. Deməli, gedirsən tilovu götürürsən, biraz yem götürürsən, biraz yemdən ora səpirsən, qəşəng yemi də taxırsan qırmağın ucuna, atırsan tilovu. Balıq da gəlir, yer, axır keçir qırmağa. Sən də onu çıxardırsan. Tutduğun balığa təzədən yemək verərsən. Yem. Tutmusan da sən onu. Yaxşı kişi verər. Söhbəti fırlatma səviyyəm. Yəni demək istəyir ki, yəni söhbət tutana qədərdir də, başa düşürsən, balığı tutana qədər. Şiddət görürsənsə bunu edin. Kodudur. Biri sizə şiddət göstərirsə, bir yerdə zorla tutun. Bir yerdə zorla tutulursunuzsa və qarşınıza çıxan hər kəsə bu işarəni göstərməkdən çəkinməyin. Kurtarın məni uşaqlar. Dalaşmaq Sən istəyirsən. səhərdən telefonuma zəng çatmır. Telefon sönmüşdü. Süleyman telefonla mesaj yazmışam sənə. İndi gördüm. Dalaşmaq istəyirsən? Nə evə lazımdır hardayam? Gəlmişəm də. Bura bax, həyat yoldaşına elə bir. Səhvlərimi yadıma salma sən Allah. Elə bir buna qalmışdım. Mən olmasaydım Səhvlərimi evdə yadıma qalmışdın. Kiminsən bu kasetlə alan? Söhbəti fırlatma, sənə niyə zəng çatmır? Telefonum sönmüşdü. Mən sənə Euroartdan 30 minlik powerbank almışam ki, sən evdə qoyasan. Qalx, başıma qalx, qalx. Qalx, zəhmət çək çunkamı yığanda onu da qoy. Onu da mən yığmalıyam. Yo, nənəm yığmalıdır. Xeyr, anan yığmalıdır. Anan qarışdırma da. Amma Altın gülməliydi qoydum. də. Nə yazacaqdın? Sən gedib nə deyəcəkdin? Heç nə, sən sevirəm deyəcəkdim. Bir yazıb gələn danışaq mən də istəyirəm. 23 dənə yanıq da cavab verim. Uşaqlarla Necə futbola olur? gedəcəm də, mən xəbərin olsun. Uşaqlarla futbola Oy, gedəcəksən. Hə, sabah uşaqlarla futbola gedəcəm. Aha. Sabah Aha. uşaqlarla futbola gedəcəksən. Necə? Yaxşı getmir. Mən sənə getmədim. Girəsi olmadım. Bilmirəm nəsə oldu, nəsə dedin, nəsə baş verdi, necə də bilmirəm mən heç. Elə hər şeydə məndən bil. Söz demədən söz demək buna deyirlər ha. Qaqa, sən niyə həmişə belə video çəkirsən? Bir dəfə də sən deyən olsun da, yoxsa elə realda da eləsiz ay izbil. Bir yumor deyilən şey yoxdur da. Zaten bizim millətdə, bizim Azərbaycan millətində elə bir algı var ki, zaten kişinin dediyi olur, kişi qadının dediyini itaət eləməlidir falan. Bu da yumor cəhətdən bunu kamera önünə salırlar ki, yəni belə də ola bilərdi. Başa düşürsən? Bu yumor üçün seçilmiş bir videodur. Bu nə məntiqdə yazılmış bir yorumdur da. Ay qardaşım, get də xahiş edirəm. Sən sosial mediada gördüyün hər şey real deyil, hər şey gerçək deyil. Hikayə, mən gəldim. Aa, yeməyi nə salmısan? Hə, dedim bir yerdə yeyərik. İlkəni bəs də hamımıza satacaq da, ver mən də yeyim də, nə olar? Bir şey alın da. Hə, qəşəngdir. Yemə də, hələ bir dənə də video çəkəcək. Narahat olma da çoxdur. Qəşəng oldu ha bu da. Qəşəng baş. Reklamı həqiqətən bu qədər mükəmməl yerləşdirməsən də videoya. Kəş mən də elə bir həyat yaşasaydım. Bir dənə reklam verən yox deyəsən ölməm. Mən niyə vermirlər, mənə çatmırdı. Bir dənə Allahın reklamı 60 min, 70 min abunəm var qardaşım. Bir dənə reklam çox gördünüz mənə. Alım dırnağımı təzə laklamışam. Nə olar qablar yuda. O da qab yumaq da var. Dırnaqlarımı təzə laklamışam. Evi toslananda da. Bu sonra mantığında laklamağa nə əlaqəsi var ala? Qabı başa düşdüm. İlkin dırnaqlarımı təzə laklamışam. Heç mənə demə, valla mən də indi baxmışam, bax. Bax çocuğum. Və ən sonunda eləyəcək şey budur da, ya başa düşürsən, vəziyyətdən çıxmaq üçün. Əlif, bayla söhbət elə. Artıq danışmaq istəmirəm. Bah, niyə? Canım belə istəyir. Çox da vecməydi axı. Dəli eləmə məni. Dəli. Əsəblərimi oynadırsan. Findi frışqala gələm bu da. Finti fırışqı. Geri zəkalısan sən. Hansı dildə danışdın? Xoşuma gələn dillərdən birində. Iğdıra tərəf gedəndə görmüşdüm o dili. İnanan daşa dönsün. Bu arada qəşəng video fikirdir ya. Bunu Ramal'la çəkmək istəyirəm. Yoxdur sevgilimizdən arıq, yoxdur lan. Ramal var. Əlimdə olan bir Ramal da onunla çəkirəm bütün videoları. Üzr istəyirəm, bu çörəkdir. Palparyandır bu, çörəklər o tərəfdə.
Üz istəyirəm, bu oyuncaq endirimdədir. Bu? Bəli. Yox, qaldırımdadır. Şirniyyatdan hansı tərəfdədir? Şirniyyatda, Aha, şirniyyatda o tərəfdə. çox sağ olun. Üz istəyirəm, bu məhsul bitib. Yo, oradadır. Yoxdur xəbərdirsən. Görmürsən, oradadır. Boşdur. Elə sual verin, elə cavab vermək lazımdır yəni. Qurtarıbsa qutarıb da nə istəyirsən, gel çıx gedəl çək məndən. Qurtarma söhbəti var ha. O şeydən əlaqəlidir. Sən qutarıb deyə bilər ki, yox, ambarda var, gətirin falan deyə bilər məsələn. O cürə onun soruşma ola bilər, ancaq gözü qabağında olan bir şey soruşmaq hə. Günəcəf Basbayırda hər videonda şeydə var ya bu. Baldızım mənim bacıvılıq dərdini danışır. Heç bir gəlinin baldızına yaxşı gözləyir. Heç bir gəlinin baldızının yaxşı getdiyini sanmıram. Burada nəsə bir şey çıxacaq. Dedim la, biraz yaxşı oldu gördük, daha gəlinlə dərd danışmarıq. Çox qəribə bir şeydir bu arada. Gəlinlə qaynanadır, gəlinlə baldızdır. Tərs düşürlər qardaş, niyə bilmirəm. Elə bil ki, nəsə bu evlilik olandan sonra birin qardaşın əlindən alıb, bir də ki oğlunun əlindən alıb. O bu acılı. Həsəb olmayanda qadınlar. Aha. Mən yuyacaqdım da özüm. Yox, narahat olma, yeyirəm. Yaxşısan? Çox şübhəli bir şeydir. Nikahla nə olur? Nə oldu? Bax, bayaqdan nə qədər səhv edirəm, üstümə qışqırmamışam. Ancaq evləri təmizləmisən. Nə olub, düzündür? Bir də ayaqqabı bəyənmişəm, 200 manat. Dedim də nəsə zibil çıxada. Al, get nə istəyirsən al, başqa şeylər də alarsan. Çox Tək ki, xahiş edirəm, normal davran. Dur bu çorabları, dədəmin hambalı yoxdur. İşte bu. Ben bunu gözləyirdim. Maraqlıdır, amma biraz uzun kofta daha yaxşı olardı. Cəmaatın geyindiyinə sənə dəxli var. Videoya bax, keç də yəni. Nikahla bura gəl. Bəli. Mətbəx təmizdir. Aha, təmizdir. Yemək nə tər, dadlıdır. Bəli, çox dadlıdır. Paltarlar asılıb. Hə, paltarlar asılıb, Aha. qurudulub, ütülənib, yerinə yığılıb. O biri paltarlar yuyulub. Bəli, maşın Məndə bu yoxlama gündür. Bu o deməkdir ki, bütün işlərimi yaxşı görmüşəm ha bu gün, hə? Onda olar ki, tez dostlarımla görüşüm. Hə, gedə bilərsən, amma tez gəl. Babasından da deyir abi sənə. İlkin, bugün nə gündür? Bu gün 4-cü gün. Yox, özəl gün olaraq nə gündür? Ay zibil, keçdik mıxa. Olaraq bu gün bizim evlilik il dönümümüz Hey. deyil. Zarafat edirəm də. Axıra kimi qulaq asdı, gör nə deyirəm. Bu gün sevgilər günüdür. Yadından çıxartmamısan da yəqin nə günüdür? Ad günüdür. Sən ad günü. Gəl fırladan biləcək, məncə fırladanmayacaq. Zarafat elədim. Bir də elə aman olur. Ay zibil. Ay işdən ağladı bildiysən ha. Bir ara rahatlama gəlir ki, zarafat elədim. Yes, bu gün də ölmədik, bu gün də yaşayırıq. Həyat yoldaşının üstünə qışqıran insanları həqiqətən başa düşmürəm. Həyat qısadır, bir dəfə gəlirik, bir dəfə evlənirik. Nə olar ki, bir-birinizə qarşı xoş münasibət göstərsəz, bir-birinizə mehriban olsaz. Nə istəyirsən? Nə var? Tık. Sözünü Sən deyil. istədin də. Mən istədim, gətir qoy bura çıx get də görmürsən video çəkirəm. Bu nə dözdü? Buz kimidir? Get istəsin gətir. Soyuq içirlər. İstəyirəm, mən belə istəyir. Hə. Mehriban olmaq. Ayda yazığım gəldi bildiyin. Belə bir şey real həyatda yaşansa bilsən, çox qəlbinə xəttində dəymiş kimi də başa düşürsən yəni. Ayaq yoluna gedə bilərəm. Ay zibil. Dayı qutar. Yox. Keç o yerə. Sağ olun, lazım olmadı. 80-90-cı illərin uşaqların başa düşə biləcəyi vəziyyət. Niyə yəni mən 2004-əm yəni mən də başa düşürəm də bunu. Niyə ki? Çıxıram da mən. Hara gedirsən? Uşaqlarla görüşəcəm. Mən də bir yerdə vaxt keçirəcəyimizi düşünmüşdüm. Yaxşı. Yırtıq get lazım deyil. Demədim, bir Duyğu sömürüsü. yerdə qalıram, bir yerdə baş keçirəm. Mənə lazım deyil mən deyəndən sonra məndən vaxt keçirmək Ay. istəməm. Mən demədən məndən vaxt Ay. keçirmək istəməlisən sən. Başa düşdün? Bilmədim, gedim, qalım. Təkərə düşdə bildin. Ya söhbət bilsən nədir? Mən bir şey demirəm, xanımlara vaxt ayırmağından. Sadəcə iminli həmin işi görəndə, iminli harda kimləsə görüşəndə gəlib deməsi ki, mənə niyə vaxt ayırmırsan? Yəni bu məncə düzgün bir şey deyil. Mama sən. Amma sən sevgilimlə tanış eləmək istəyirəm və yəqin ki, həm də mənim həyat yoldaşım olacaq. Bunu ayaqsın tapamadın. Ay ana, bu qızın yanında ayıbdır. Ay kəs səsini, səndən danışan olmadı. Amma fikirləşmirsən necə olmasa, dərin. Anamla bir qız tanış eləyəndə yaşanacaq olay. Sən güya iş gördün, yaxşılıq elədin də. Hamısı qutarıb bunları. Mən indi evi nə ilə təmizləyəcəm, hə? Kiyə balarıq, problem yoxdur. Yaxşı.
Sən niyə belə səbsən? Şalvar sıxır bayaqdan ürəyim partlayır. Hə, biraz çəkərmisən. Ay zibil. Neyləmişəm? Ay zibil. Mən kökəlmişəm. Mən kökəlmişəm. Bu aparılan şuuraltı təbliğat cəmiyyət üçün təhlükə mənbəyidir. Ay hansısa axmaq bu video baxandan sonra gedib gay olmayacaq ya da arvadından qorxan biri olmayacaq da yəni. Ay da yəni axmaq birisənsə olarsan bu videodan təsirlənib elə biri. Sadəcə gül keç, qutardı. Beyni yerində bir insansan səgər. Hamınız bizdən soruşdunuz ki, neçə ildir bir yerdəsiniz, necə dalaşmadan, xoşbəxt, sevgi dolu yaşaya bilirsiniz. İndi ilkin sizə cavab verəcək. Çox mükəmməl, xoşbəxt bir ailə tablası. İlkana bu ev nə gündədir? Xoşum gəlmir özün təmizlə. Sən bütün gün evdəsən də ev niyə bu gündədir? Sən də neçə ildir işləyirsən, biz niyə kasıbıq? Yaxşı arqument idi. Mükəmməl bir cavab idi. Bəyəndim. Tostoran hardadır? Hər kəs görməz. Çünki bax, istədiyimiz şeydə çıxırmış, effektdə çıxırmış. Ay qız. Mən də yaxlamaq istəyirəm. İndi mənim istədiyim göstərəcək. Aç üstünə aç. Düz işləmir, düz işləmir. Düz işləmir. Kalaşka yazı. Bol söhbətdir, qumardır, qurumadır. Qabaq qızdan tekst yazırsan, sonra video çəkəndə həmin söz eynəkdə Sherlock Holmes, Sherlock Holmes. Sizə lazım bir daşısan. Ay sən məsələsən, qaqa. Sən bunu necə fikirləşdin? Allah, sən bunu özün fikirləşdin nəyi? Ay sən heyf olursan TikTok zatsana. Bağlar TikTok-u zadı. Sil get özünü nə bilmə. Get müəllim işlə. Sən Allah, sən kimi ağıllı bir adam görməmişəm. Oy zibil, bir daşı ala. Köhnə sevgili. Tamam. Oy zibil. Şərəfsiz, namussuz, əclaf, alçaq. Sən kimsən la? Qardaş, mən çatdırılma xidmətindənəm. Bunları sizin köhnə sevgiliniz göndərib. Zəhmət olmasa imzalayın. Allah kəssin onda. Nə zor şeydir la. Çatdırma olur sizdə? Hə, əlbəttə. Onda bunu da çatdırarsan. Qadınlara əl qaldırma olmaz. Onda bu virket tək qadınlara ivləyir də, hə, tək qadınlara ivləyir, hə. Hər nəsə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Daha çox ilk ikinin videolarını baxmamısınızsa aşağıdan bir like atmağı unutmayın. Gələcək videoda görüşmək üzrə, sağ olun. 2000 like. Yox, 3000 like, yaddan çıxmasın. Yaddan çıx, like.